Özünüzü təqdim edin. Ben Əmrahov Habil Qəşəmoğlu, Ağdam rayonunun Şelli Sovetliğinin Qaradağlı kəndindənəm. Özüm Qarabağ qazisi rəhmətli Allahverdi Bağrovun batalyonunda döyüşmüşəm. Bir qardaşım şəhid olub, rəhmətli Fred Asifin batalyonunda, Asif Məhərrəmovun batalyonunda döyüşüb. Bəli. Bu günlərin biz gəlmişik bura, qardaşımızı ziyarət etməyə 12 iyun 2025-ci il. Bəli. Ancaq biz bundan ikinci səfər gəlirik, hətta bir dənə də çəkiliş olmuşdu. Uzun dərə şəhidlər. Uzun dərə, bəli, şəhidlər xiyabanı. Burada 300-ə qədər bizim şəhid qardaşlarımız uyuyur. Bəli. Ancaq biz bunu müraciət etmişdik. Vaqif müəllimə, Ağdam rayon icra başçısı Emir Hüseynova, prezidentin xüsusi nümayəndəsi. Ancaq bizim bu müraciətlərimizə baxmayaraq, hələ də bu günə qədər şəhidlərimiz üçün bir yol, bir nə bilim buradan bir heç olmasa bir balaca bir körpü kimi saralar. Biz nə bilim gedək o şəhidlərimizi yad eləyə bilək. 78 yaşında mənim anam kanalın içindən keçən böyük bir kanal atıblar. Buradan keçmək olmur. Bəli. Bu dəmir məhəccər deyirsiniz, nə deyirsiniz? Qoyublar. Maniyə. Bunu mümkün deyil ki, buradan bu şəhid ailələri üçün, şəhidlərin ruhu xatirinə, nə bilim şəhid anaların ruhu xatirinə buradan bir yol salarlar, rahat gedərlər, oraları ziyarət eləyərlər. Nə qədər çətindir bu rayonun icra başçısı üçün? Bunu niyə nəzərə tutmuyorlar? Bu boyda şəhidləri biz necə biz ziyarət edək? Bu yaxınlarda qardaşım, Habil qardaş, bu yaxınlarda nəzərinizə çatdırım ki, deməli iyunun 2-si 2025-ci il. Mən Cənab Nazir Vilayət Eyvazovunda qəbulunda oldum. Sağ olsun, məni yaxşı qəbul elədi və şəhidli ailələrin adına müraciət eləmişəm. İndi o da bu yaxınlarda Daxili İşlər Nazirliyindən mənə zəng gəldi ki, Cənab Nazir deyir ki, bu yaxınlarda bu məsələ öz həllini tapacaq. Kim bizə bu işdə kömək eləyər, Allah köməkləri olsun. Yenə deyirəm, bu torpaqların azad olunması üçün, bugünkü gündə o krizorda rahat oturmaq üçün biz şəhidlərimizə borçluyuq. Şəhid analarına, şəhid bacılarımıza, şəhid qardaşlarına, şəhid atalarına, onlara xatir. Onların da nəzərinizdə onu da çatdırım ki, Rəhim qardaş var, Qəmbərov Rəhim, şəhid analarımızın atasıdır. Bu məsələdə bizə o da söz verib, köməkdarlıq eləyib, hətta deməli şəhid ailələrin vəsiqəsini atmışam mən ona Cabir qardaşla. Rəhim qardaş Salih Məmmədov var. Azər yol idarəsi rəhbəri. Onunla Rəhim qardaş da bu işdə bizə kömək eləyir. Rəhim qardaş yazılı sürətdə ərizə yazdı və qəbulunda olub. Bugün iyunun 12-sidir. Mənə də bildirdi ki, axşamları ki, bugün qəbulunda olacağım. Yəni Salih Məmmədov da deyib ki... Biz çox ümid edirik ki, Vaqif müəllimimiz çox hörmətli şəxsdir. O yəqin ki, bizim bu çıxışımızdan sonra bizi nəzərə alar, şəhid ailələrini nəzərə alar. Yəqin ki, bunun haqqında bir tədbir görərlər. Çünki artıq bu ictimailəşib. İctimailəşdiyi üçündə yenə deyirəm, çox böyük məsəl üçün bir narazılıq yaranır ki, yəni baxın, görün biz necə, mən indi biraz cavanam, mənim anam keçənmir, buradan elə ay oğul deyib ağlayır. Keçkəlim orada. Buyurun baxın, görün hansı bir formada Allah'ın şahı. Bəli, yol gedirik. Buyurun baxın, bəyəxud buralara baxın. Bir yoxdur mu, nə bilim, bizim icra nümayəndəlindən buralara bir baxarlar, abadlaşdıralar, bir balaca bir ekskavator saralar. Heç olmasa bu ilan çayının içindən biz rahatçılıqla keçəyik. Baxın görün, bizim şəhidlərimizi. Biz bilirik, indi rayonumuz indi abadlıq işləri gedir, vuruculuq işləri gedir, ancaq belə də olmaz. Bu hörmətsizlik deyil şəhidlərə qarşı. Bax buyurun, gəlmişik çox böyük bir çətinliklə, özümüzdən armatör, nə bilim nələr gətirmişik ki, biraz qırağım heç olmasa abadlaşdıraq, ruhları şad olmaq üçün biz də deyirik, heç olmasa gəldik, 300 kilometre artıq yol gəlmişik. Bakıdan gəlmişik. Bəli, Bakıdan gəldik bura. Buyurun baxın, 18-19 yaşlı qardaşlarımızdır hər biri. Heç olmasa yəqin ki, bu çıxışdan sonra... Allah rəhmət eləsin, Cabir qardaş. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah onların yerini cənnət məkan eləsin. Allah bütün şəhidlərimizə rəhmət etsin. Əmrov Əllərimizə şan sağlığı, veteranlarımızı qorusun. İnşallah günə-gün olsun ki, bu Bəxtiyar şəhidlərimizin qardaş, sən də gəldin. yolları açılsın, bunların Bizlər yolları kömək elədi bağlıdır. bu işdə, Bəxtiyar qardaşımız da. Allah canını sağ eləsin. Allah rəhmət eləsin şəhidlərimizə. Cabir qardaş, buyurun. Bəli. Yollar bağlıdır qardaş.
3-4 dəfə də müraciət olunubdur. Ağdam İcra Hakimiyyətinə müraciət olunubdur. Yol Tikinti İdarəsi Salih Məmmədov, Səhmdar Cəmiyyətinə yazılı isarətdə Rəhim qardaş. şəhidlər adından şəhid atası Rəhim müəllim də müraciət edibdir. Sonra bizim ən yaxın dostumuz, qardaşımız Bəxtiyar müəllim Daxili İşlər Nazirliyində Vilayət Eyvazovun qəbulunda bu məsələni bir daha işıqlandırıb. Ayın ikisində müraciət Ayın elədim mən. ikisində müraciət edibdir. Allah. Oradan da zəng gəlir ki, bu yaxın vaxtda inşallah şəhidlərimizin yolu açılar. Allahın köməkliyi ilə. Bir daha adiyyəti orqanlarda müraciət edirik. Şəhidlərin yolu açılsın. Allahın köməkliyi ilə gələn gəlişimizdə görərik ki, bu yollar açılır. Bəxtiyar müəllim, sizə də təşəkkürümüzü bildiririk. Allah sizin atanıza da rəhmət edin. Allah bütün Şəhid atanıza gəlib işıqlandırırsınız. Allah sizdən razı olsun. Gedə bu bir şəhidlər xiyabanı. Gedək indi bu tür şəhidlərimizdə yad eləyən Allahın köməyi yolumuza davam edin. Allah rəhmət eləsin. Sizin kəsçilərdir bunlar da qardaş. Bəli, Bəxtiyar müəllim, bunlar bizim kəsçilərimizdir, şəhid olublar. Ağdamın hansı kəndindən oldu? Ağdamın Şelli, Qasımlı Sabetli, Qaradağlı kəndi. Ha, Allah rəhmət eləsin. Bu Xəlilov Mahir Selmanoğludur. Gözəl insan idi, şəhid oldu həmin günü. Müxalif qardaşımızdır, Məmmədə Müxalif. Allah rəhmət Allah eləsin. müxalifə də rəhmət eləsin. Amin. Yeri beşli olsun qardaşımızın, çox qəhrəman qardaşlarıdır. Bunlar həmin günü mobildir, müxalif idi. Eyni gündə şəhid olanlar. Mahir idi. Sonra burada Çingiz müəllim var, Çingiz qardaşımız. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Bunlar hamısı Şellinin qəhrəman döyüşçüləri olublar. Allah həmin günü bizim cəhddən 15'e yaxın şəhid oldu. Allah rəhmət eləsin. Allah hamısına qəni rəhmət eləsin. Allah hər birinə rəhmət eləsin. Mən buradan bir də müraciət edirəm. Ağdam rayon İcra Hakimiyyətinə xahiş edirəm. Vaqif müəllimdən. Bir dənə bu Ağdamın bu işçilərindən geçsinlər bura. Bu ot, alaf, çol-ços şəhidlər xiyabanını görün əzizləyicilər, nətər basıbdır bura. Tamam, otun, alafın əlindən yerimək olmur da burada belə çol-çosluqda ilan çayın da olur. Ona görə xahiş edərdim ki, buranı bir abadlıq işləri burada aparsalar çox yaxşı olardı. Bax, bayaq dedim mən, həqiqətən çox bura acınacaqlı vəziyyətdədir. Bax, görürsünüz, çol-ços buraları basıb. Yəni burada əziz dəyizlər, şəhid ailələri gəlir bura, özdə yaydır. Yayda ilan, korama, nə bilim, dolu olur buralar. Yəni bunu gəlib burada ziyarət eləyən uşaq da gəlir, böyük də gəlir, çala da bilər, qorxuza da bilər. Ona görə xahiş eləyirəm, bir daha xahiş eləyirəm. Ağdam rayon İcra Hakimiyyəti Vaqif Həsənovdan. Artıq dərəcədə xahiş eləyirəm ki, oradan bir dənə rayondan 1-2 nəfər ayırsınlar bura. Bu otları heç olmasa gəlsinlər, pişsinlər. Bax, görürsünüz, nə gündədir bura. Bax, cəmaat gəlib, ziyarət edəndə ot, alaq tamam çox pis vəziyyətdir də. Adam geriyə də bilmirik. Yapışqan zat hamısı dolaşır adamın əlinə, ayağına. Artıq dərəcədə xahiş eləyirəm. Ağdam İcra Hakimiyyəti sizdən buranı bir abadlaşdırma, abadlıq işləri burada aparasınız. Çox acınacaqlı vəziyyətdədir valla. Mən də gəlim çəkiliş edeyim, təşəkkürümü bildirim sizə. Valla mən nə istəyirəm ki, mənim heç kimlə şəhri qərəzliyim yoxdur, düşmənçiliyim yoxdur. Mən bax gəlirəm belə çəkiliş eləyəndə də bəzi insanların xətrinə dəyir. Mən nə deyirəm qardaş? Mən deyirəm ki, bura diqqət göstərin də bura. Axı bu şəhidlər bizim üçün əzizdir, bizim torpaqlarımızın uğrunda canlarını qoyublar. Biz həmişə bunları
diqqətdə saxlamalıyıq. Amma görürsünüz əziz izləyicilər. Bax bura görünən gündədir. Bax görürsünüz. Bax səhərləri bura yolun qırağından bir dənə siqaret çəkib atan olsa, buralar ot tutub yanacaq. Bax bu şəkillər zaten hamısı alışıb yanacaq. Bax ot da quruyub. Şəl basıb buraları. Allah sizə rəhmət eləsin ay şəhidlər. Vallahi nə deyim da mən. Baxıram ürəyim qan ağlayır. Sağ olun, var olun. Əziz izləyicilər, Allah bir daha da şəhidlərimizə rəhmət eləsin.